Sağlam həyat tərzindən danışanda ilk ağla gələn mövzulardan biri də idmandır. İdman yalnız bədənimizi formada saxlamaq üçün deyil, həm də ruhumuzu gücləndirmək üçün ən təsirli vasitələrdən biridir. Mütəxəssislərin fikrincə hər gün cəmi yarım saat fiziki fəaliyyət insanın həm fiziki, həm də psixoloji durumuna müsbət təsir göstərir. İdmanla məşğul olan insanlar daha enerji olur, gündəlik həyatda özlərini daha yaxşı edirlər. Yəni idman həm sağlam bədən, həm də sağlam zehin deməkdir. Azərbaycan idman kəsbi tanınır. Güləş, judo, kickboks kimi növlərdə idmançılarımız yüksək nəticələr qazanırlar. Son illərdə yeni idman kompleksləri inşa olunub, məktəb və universitetlərdə gənclər arasında idmana həvəs artır. Özünüz təqdim edin. Azərbaycan Kickboks Federasiyasının nəzdində tutulmuş digər idman klubu idmançısı Nəsirov Mehdi. Məşqlər necə gedir? Yaxşı, məşqlər yaxşı gedir. Biz texniki, fiziki məşqlər edirik, yarışlara gücə hazırlaşırıq. Buradan öz yaşlılarımıza nə məsləhət görərdin? İdmanla məşğul olmanız, sağlam həyat, biz vərdişlərdə uzaq durmasını məsləhət görürəm. Özünüzü təqdim edin. Mən Azərbaycan Kickboks Federasiyasının nəzərində olan digər idman klubunun idmançısı Abbas Oraman. Məşqlər necə gedir? Məşqlər yüksək səviyyədə davam edir. İnşallah məqsədimiz Azərbaycan bayrağını daha yüksək zirvələrdə dalgalandırmaqdır. Buradan öz yaşlılarımıza nə demək istəyirsən? Buradan öz yaşlılarıma tövsiyə edirəm ki, zərərli vərdişlərdən uzaq olub idmanla məşğul olsunlar. İdman sağlamlıqdır. İdman əslində bir həyat tərzidir. O insan nizam etsən və iradə öyrədir. Hər birimiz idmanı həyatımızın bir parçasına çevirsək, daha enerjili və xoşbəxt cəmiyyət formalaşdıra bilərik.